Prezident İlham Əliyev Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskiyə təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Zelenski, Ukraynanın prezidenti vəzifəsinə seçilməyiniz münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Azərbaycan ilə Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələri birləşdirir. İnanıram ki, bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimiz, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir. Sizə möhkəm can sağlığı, xoşbəxtlik, dost Ukrayna xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram." Prezident İlham Əliyev aprelin 22-sində Qazax rayonu Daş Salahlı Ülküməzli Dəmirçilər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: 13 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Daş Salahlı Ülküməzli Dəmirçilər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait quruluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Bakı şəhər icra başçısı Eldar Əzizov Nəsimi rayonunda yerləşən Kiçik Dəniz küçəsinin adının dəyişdirilməsi ilə bağlı əmr verib. Qafqaz İnfonun məlumatına görə həmin küçəyə görkəmli bəstəkar Süleyman Əyyuboğlu Ələsgərovun adı verilib. Məlumatı Bakı şəhər icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov təsdiqləyib. Qeyd edək ki, martın 1-də Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüş olub. Görüşdə Parni İzbako KBN teatrının bədii rəhbəri Tahir İmanov ölkə başçısına babası Süleyman Ələsgərovun adına küçə verilməsi barədə xahiş edib. Prezident Bakıdakı küçələrdən birinə Süleyman Ələsgərovun adının verilməsi üçün göstəriş vermişdi. 162 saylı orta məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar edən Elina Hacıyevanın ölümü ilə bağlı açılan cinayət işinə Vəkillər Kollegiyası dəstək olub. Qafqaz İnfonun məlumatına görə Elina Hacıyevanın anası Sevil Hacıyeva özlərinə vəkil tutmaq üçün maddi imkanlarının olmadığını bildirib. Bundan sonra Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov valideynləri kollegiyaya çağıraraq onlara pulsuz hüquqi yardım edəcəklərini bildirib. Bu işi üçün onlara bir neçə vəkil köməkliyini təklif edib. Qeyd edək ki, Elina Hacıyevanın intiharı ilə bağlı cinayət işi açılıb. Hazırda Bakı şəhər prokurorluğunda istintaq aparılır. Əldə etdiyimiz məlumata görə hazırda tək təqsimləndirilən şəxs həmin məktəbin direktoru Sevinç Abbasovadır. Ölkə prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanının icrası ilə əlaqədar olaraq Bank Respublikanın bütün filiallarında 22 aprel tarixindən etibarən müştərilərə kompensasiyaların ödənilməsinə başlanılıb. Qafqaz İnfonun məlumatına görə müştərilərin rahatlığının təmin olunması məqsədi ilə növbəlik prinsipi qaydasında müştərilərə öncədən fərdi SMS göndərilir. SMS-lərin mətnində kompensasiyanın verildiyi ünvan, dəqiq məbləğ və vaxt qeyd olunur. Əlaqə nömrələrini dəyişmiş müştərilərə isə bankın 144 nömrəli məlumat mərkəzinə zəng edib yeni əlaqə nömrələrini təqdim etmələri xahiş olunub. Müştərilər Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi portala daxil olaraq xarici valyuta kreditləri üzrə hesablanmış kompensasiya məbləği və restrukturizasiya məlumatını əldə edə bilərlər. Kompensasiya ödənişi ilə əlaqədar müştərilərə operativ şəkildə xidmət göstərilməsi məqsədi ilə Bank Respublika xüsusi iş rejimində işləyəcək və may ayının sonunadək bütün müştərilərə kompensasiyaların ödənişi təmin olunacaq. Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, Facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev bir sıra banklardan bugün kompensasiyalan ilk müştərilərin şəklini paylaşıb. Siyahıda Bank VTB, Bank Baku, Unibank, Akses Bank və Rabitə Bankın adları var. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün CHP lideri Kemal Kılıçdaroğlu'nun Ankara'da şəhidin dəfn mərasimində
hücuma məruz qalmasına münasibət bildirib. Prezident baş vermiş insidenti sərt şəkildə qınayaraq faktla bağlı cinayət işinin açıldığını qeyd edib. Təəssüf ki, dünən Çubuq rayonunda şəhidlərimizdən birinin cənazə mərasimində arzu olunmayan hadisə baş verib. CHP sədri Kemal Kılıçdaroğlu'na qarşı səsləndirilən etirazlar daha sonra hücuma çevrilib. Olay ən xırda detalına qədər araşdırılır. Şiddəti əsla qəbul edə bilmərik. Hər zaman şiddət və terrora qarşı heç kimin Türkiyənin rahatlığına zərər verməyinə imkan verməyəcək. Azərpoçt məhdud məsuliyyətli cəmiyyət olaraq biz bank olmayan kredit təşkilatlarının və bağlanan bankların problemli müştərilərinin kompensasiyalarının ödənilməsi istiqamətində artıq ilk addımlarımızı atmışıq. Belə ki, bugündən etibarən müştərilər 500 manatdan aşağı olan naqd kompensasiyanı Azərpoçt MMC-nin Respublika üzrə 1497 poçt şöbəsinə yaxınlaşıb ala bilərlər. Qafqaz İnfonun məlumatına görə bunu Azərpoçt MMC-nin İctimaiyyət Əlaqələr şöbəsinin müdiri Güney Gözəlova Fed.az saytının sosial şəbəkədəki canlı yayımında bildirib. O qeyd edib ki, mayın 1-dən isə 500 manatdan yuxarı olan kompensasiyaları müştərilər Azərpoçt tərəfindən emissiya olunmuş kartlar vasitəsilə ala biləcəklər. Vətəndaşlardan kart üçün heç bir ödəniş tələb olunmur. Eyni zamanda kartlardan pulu nağdlaşdıranda da komissiya tutulmur. Vətəndaş pulunu istədiyi vaxt ala bilər. Güney Gözəlova deyib ki, fərmanla 121 min nəfərə yaxın vətəndaşa kompensasiyalarının ödənilməsi Azərpoçtun öhdəliyinə düşür. Bunlardan 76.836 nəfəri 500 manatdan aşağı olan məbləğdir. Eyni zamanda qurumun rəsmi saytında da həmin şəxslərin problemli kreditlərinə dair bölüm açılıb. Vətəndaşların şəxsiyyət vəsiqəsinin seriyasına və FIN kodunu daxil etməklə onlara ayrılan kompensasiyanın məbləğini və bu kompensasiyanı alacaq poçt şöbəsinin ünvanını dəqiqliklə öyrənə bilərlər. Ancaq müştərilər mütləq şəxsiyyət vəsiqəsini və ya onun sürətini təqdim etməlidirlər. Kompensasiyaların təqdim olunması istiqamətində göstərilən bütün xidmətlər pulsuzdur. Bundan əlavə, müştərilərə 1 illik kartlar təqdim olunur. Əgər vətəndaş hər hansı səbəbdən özünə aid bu kartları itirərsə və ya zədələyərsə, o zaman növbəti dəfə müştəri müraciət edən zaman kartın emissiya rüsumu ödənilməlidir. Kart vasitəsilə kompensasiyanı alacaq müştərilər Respublika üzrə Azərpoçtun 77 poçt şöbəsinə yaxınlaşıb öz kartlarını və FIN kodlarını əldə edə biləcəklər. Qeyd edim ki, müştərilərin koordinatları Azərpoçta palata tərəfindən ötürülüb. Ola bilər ki, bu və ya digər səbəbdən hansısa müştəriyə SMS getməyib. Bu vətəndaşın aktiv telefon nömrəsini artıq işlətmədiyi halda olacaq. Bizə təqdim olunan nömrələrə SMS göndəririk. Başqa hallarda isə SMS-ləri hər hansı müştərilər görməsə, vətəndaş məmnuniyyəti üçün Azərpoçtun rəsmi saytında ayrıca bölmə yaratmışıq. Ora daxil olmaqla məlumatları əldə edə bilərlər. Azərbaycan Xalq Cəbhəsi Partiyasının Saatlı şöbəsinin sədri Şamil Hacıbəylinin qızının toy məclisinin rayondakı şadlıq saraylarından birində keçirilməsinə icra başçısının təzyiq etməsi ilə bağlı sosial şəbəkədə məlumat yayılıb. Bəyin atasının bununla bağlı Saatlı rayon icra hakimiyyətinə çağırıldığı qeyd edilib. İddia edilir ki, görüşdə ondan nikahın pozulması tələb edilib. Qafqaz İnfo məsələ ilə bağlı icra hakimiyyəti ilə əlaqə saxlayıb. Bildirilib ki, sosial şəbəkədə yayılanlar şər böhtandır. İcra başçısının rayondakı şadlıq evlərində toyun keçirilməməsinə dair hər hansı tapşırığı olmayıb. Bəyin atası da icra hakimiyyətinə çağırılmayıb. Aprelin 19-da toy ailələrin öz istəyi ilə həyata baş tutub. Qarşı tərəfin də bundan narazılığı yoxdur. Qeyd edək ki, Şamil Hacıbəylinin qızı Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Ruslan Nəsirli ilə ailə həyatı qurub. Saltıdan seçilmiş deputat Əflatun Amaşov da Qafqaz İnfo ilə əlaqə saxlayaraq bildirib ki, yayılmış məlumatla sosial şəbəkədən tanış olub. Bundan sonra dərhal icra hakimiyyəti ilə əlaqə saxladım. Onlar belə bir halın olmadığını qeyd etdilər. Həmçinin qarşı tərəf də belə bir məsələnin olmadığını bildirdi. Səhiyyə Nazirliyi Bakıda burun əməliyyatından sonra dünyasını dəyişən qızla bağlı açıqlama verib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova trendə bildirib ki, hadisə özəl klinikada olduğuna görə Nazirliyə heç bir müraciət daxil olmayıb. Özəl xəstəxanalarda hər hansısa bir hadisə bizə müraciət olunduqda araşdırılır. Hələlik bu barədə bizə heç bir məlumat verilməyib. Həmin xəstəxanadan müraciət edilərsə, məsələ Nazirliyi tərəfindən araşdırılacaq. Səfayə Əhmədova qeyd
qeyd edib ki, müraciət ölən şəxsin yaxınları və ya xəstəxanadan daxil olmalıdır. Qeyd edək ki, 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən Gülyaz Hacıyeva burun kəpəninin əyriliyi və artıq ətdən əziyyət çəkilmiş. Xanımın sonuncu əməliyyatı aprelin 17-si baş tutub. Sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o çoxlu qan itirib və bu səbəbdən komaya düşüb. Gülyaz Hacıyeva 18-ci gecə saatlarında dünyasını dəyişib. Problemli kreditlərə görə vətəndaşlara kompensasiyanın verilməsinə başlanılıb. Artıq hər bir vətəndaş kompensasiyanı hardan alacağı ilə bağlı məlumatı dəqiqləşdirə bilər. Bunun üçün Azərpoçtun rəsmi saytına daxil olmağınız kifayətdir. Saytın ana səhifəsində yerləşdirilən bölmədə şəxsiyyət vəsiqəsinin seriyasını və ya PIN kodu yazmağınız lazımdır.